Salam, bugünkü dərsimiz məxrəcləri bərabər olan kəsirlərin çıxılmasıdır. Modeldə hansı hissə sarıdır? Sayırıq ki, modelimiz 1, 2, 3, 4, 5 hissəsi sarıdır. Yəni 8 yerə ayrılıbdır. Bundan 5 hissəsi sarıdır. Modeldə neçə hissənin üzərindən xətt çəkilmişdir deyilsə, 8 hissədən ikisinin üzərindən xətt çəkilmişdir. Hansı hissə qaldı sualına isə cavab vermək üçün 2 hissənin üzərini bağladıqdan sonra görürük ki, 8-dən 3 hissə qalmışdır. Məxrəcləri bərabər olan kəsirləri çıxmaq üçün azalanın surətindən çıxılanın surətini çıxıb surətdə yazmaq, məxrəci isə olduğu kimi saxlamaq lazımdır. Birinci misalda 8-də 5-dən 8-də 2 çıxılır. Qaydada olduğu dedildiyi kimi, məxrəc olduğu kimi qalır, surətdən surət çıxarılıb, surətə yazılır. Cavabımız olur 8-də 3. 30-da 17 çıxılsın 30-da 6. Məxrəc dəyişmir, surətdən surətə çıxıb yazırıq surətə. Cavab olur 30-da 11. Ədəd oxu üzərində modelləşdirilmiş çıxma əməlini yazaq. Buradan göründüyü kimi yaşıl rəngli hissə bizə 0,1 parçası bölünmüşdür 8 yerə. Yaşlı rəngli hissə 8-dən 7 hissəsini göstərir. Narıncı rənglə göstərən isə 8-də 3 hissədir. Bəs göy rənglə olan hissə neçədir? Bunu tapmaq üçün 8-də 7-dən 8-də 3-ü çıxmaq lazımdır. Misalımızı yazırıq. Məxrəcləri eyni olduğundan məxrəc dəyişmir, olduğu kimi qalır. 7-dən 3 çıxıb yazılır surətə. Demək ki, göy rəngli hissə 8-də 4 hissəni təşkil edir. Məxrəcləri bərabər olan kəsirlərə aid nümunələrə baxaq. Məxrəclərimiz 35-dir. 35 olduğu kimi qalır. Surətdən surət çıxmaq lazımdır. 17-dən 8-i çıxdıqda edir 9. 9-dan 3-ü çıxdıqda edir 6. Digər nümunədə məxrəcimiz 100-dür. 100 olduğu kimi qalır. 88-dən 13 çıxırıq. 75. 75-dən 22-ni çıxırıq. Cavabımız olur 53. Cavab olur %53. Diqqətinizə görə təşəkkür edirəm.